Salam dəyərli izləyicilər, xoş gördük sizi. Əvvəlki çəkilişlərimdə xahiş eləmişdiniz ki, bazarda mümkünsə bizə Mercedes Vito'ları çəkin göstərin. Söhbət mikroavtobusu xatırladan bu avtomobillərdən gedir, hansı ki, əsasən də rayonlar istiqamətində sərnişin daşımada istifadə olunur və eləcə də yük daşımalarda, bəzi şirkətlərin yük daşımalarında istifadə olunur bu Mercedes Vito'lar. Bu avtomobillərin qiymətləri ilə bağlı, bazar vəziyyəti ilə bağlı mənə çox saylı müraciətləriniz var idi. Hər birini nəzərə almışam. Həmin avtomobillərin ikinci əl Badamdar avtomobil bazarında satıldığı nöqtədəyəm. Əsasən kompakt şəkildə bu avtomobillər bir yerə yığılıbdır, toplaşıbdır. İndi çəkib onları sizə təqdim edəcəm. Getdik. Bəli, Mercedes Vito'ların dayandığı yerdəyəm. Baxırsınız, burada fərqli illərdə, fərqli görünüşlərdə Vito'lar var. Rəngləri, ümumiyyətlə görünüşləri, komplektasiyaları və s. Vito'lar bura toplaşıbdır. Bazardan əsas qapıdan içəri girən kimi sol tərəfə dönən kimi görəcəksiniz ki, Mercedes Vito'lar yalnız bu nöqtəyə toplaşıb, bu nöqtədə satılır. Qiymətləri nədir? Alıcılıq nə yerdədir Vito bazarında? İndi isə göstərəcəm. Əslində, ümumi vizual olaraq baxanda görmək olur ki, alıcı o qədər də çox deyil. Yəni, Vito'larla maraqlanan çox az sayda mən insan görürəm. Baxırsınız, bu hissələr konkret Vito bazarıdır deyərdim. Müxtəlif illərdə yeni modellər də var, köhnə modellər də var. Onlarla sizi tanış edəcəm. Əsasən görək neçəyə verirlər və konkreti hansı qiymətlərdədir. 2012-ci il 2.2 dizeldir. Qardaş deyir ki, rənglərin yeri yoxdur, qəzası olmayıbdır. Avtomobilin interyeri ilə sizi tanış edəcəm. Getdik, içərisini göstərək. Deməli, qardaş nə qədər gedib? Əsas məsələ odur. Yürüşün 300 neçə mindir, qardaş. 200, yox, üzr istəyirəm. 256 min yürüşü var. Baxın, o yürüşü də sizə təqdim edəcəm. Baxın, 256 min yürüşü var. İnteryerini görürsünüz. O tərəfdən qapını, salonu göstərəcəm sizə. Yaxınlaşaq avtomobilin salonunu sizə təqdim eləməyə. Əsas məsələ, maraqlı tərəfi bunun təbii ki, salon hissəsidir. Görürsünüz. Yığacağım səliqəli oturacaqları 3-6 oturacağı var. Qabaqdakı oturacaqlar da təbii olaraq yerində qaydasındadır. Avtomobilin, qardaş, qiyməti neçədir? Neçəyə verirsiniz? Qardaş deyir ki, 36 minə verirəm. Satıram 36 minə. Real alıcı olsa, orada razılaşmaq olar. Qardaş da deyir ki, avtomobilin salonu özü 2012 olsa da salonu 2023-cü ilə yığılıbdır. Belə, Mercedes Vito. Başladıq 2012-ci ildən. İndi davam edəcəyik daha yeni modeli ilə. Baxaq görək bu Vito neçədir və nə qədər yürüşü var, mühərriki nədir? Yaxınlaşaq sahibinə. Vizual olaraq birinci gəlin avtomobilin gövdəsini sizə təqdim edeyim. 2018-ci ildir. Maraqlıdır ki, avtomobil dizel yox, benzindir. Avtomobilin, yəni Mercedes Vito'nun ön panel, ön gövdənin ön hissəsini sizə təqdim edirəm. İndi yaxınlaşacağıq avtomobilin interyerini, salonunu çəkməyə. Baxın. Dəri salondur. Avtomobilin qapısını bir dənə açan kimi özü qapı arxaya açılır. İndi bir dənə açıb buraxan kimi qapı özü bax bu şəkildə bağlanır. Lisoslu qapı. Ön tərəfini göstərirəm sizə. 2018-ci il. Lip stoplara qədər avtomobildə hər şey var. Benzin mühərrik, yenə qeyd edirəm ki, 2 benzin mühərrikdir. İnteryerini görürsünüz. Çox səliqəli avtomobildir, əla vəziyyətdədir. İndi soruşacağım sahibindən ki, neçəyə verirsiniz? 45 min manata, yoxsa dollarla manata. Nə qədər gedib avtomobil? 225 min yürüşü var, real yürüşü var avtomobilin. Qardaş deyir ki, 45 min manata, yəni dollara yox, 45 min manata. Əla görünüşü var, ha, yeri gəlmişəm, baxın. 2018-ci il Vito. Bu da 2012-ci il Vito. Qarşımızda Mercedes Viona var. Vito'ya bənzər gövdədədir, amma model, yəni soyad olaraq fərqlidir.
2017-ci ildir. 2-dir dizel, yoxsa 2-2 dizel? 2-2. 2-2 dizeldir. Qardaş, nə qədər gedib avtomobil? 180. 380 min. Yox, 170 min gedib. 2017-ci il dedik, mühərrikin dedik. Neçə verəcəksiniz? 62-yə deyirsiz. 62 min manat. 62 min manat salonunu sizə təqdim edirəm. Baxın. Yüngülvari qonaqlıq vermək olar bunun salonunda. Ad günləri xeyir. Hə, vermək olar. Yəni bildiyiniz banket zalı xatırladır. Komfort oturacaqlar. Qarşısında belə qəşəng böyük bir masası var. İstəkanlarınızı qoya bilərsiniz. Qardaş hətta ləpə qabı falan da təşkil edib avtomobilə. Lük görürsünüz. Panorama lük var avtomobildə. Bu tərəfdə də var. Qabaq və ön hissədə çox səliqəli avtomobildir. Yəni ki, bir çox funksiyaları var. İstəkanların qoyulmağı, 12 voltluq şarj etmə yeridir. Ondan sonra avtomobildə yəni ki, yoxdur. Görürsünüz. Yəni bir də açsam özü bağlanacaq da, özü bağlanır. Diqqət yetirirsiniz, pilisos qapılar bəli, sıxıldı. Biz indi ön interyerə baxırıq ön tərəfdən. Monitor görürsünüz. Sürətlər qutusunun dəyişmə, o pillələrin baş hissəsi maraqlıdır. Lipstoplara qədər avtomobildə hər şey var. İndi keçib avtomobili interyerini sürücü tərəfdən göstərəcəm sizə. Gövdəni görürsünüz. Bunu Vitolardan fərqləndirən cəhət nədir? Məlumatım o qədər də yoxdur bu avtomobildən. Z-Class. Yəni Vitolardan bu avtomobil nəyi ilə fərqlənir? Salonları. Genişliyi ilə, nəyi ilə dözüm? Bu tamam başqa bir şey, anlayışdır da. Bunun stenkaların hamısı soyuducusu, qızdırıcısı. Həm full komplektasiyadır, həm dözümlülük cəhətdən Vito'dan dözümlüdür deyirsiniz. Mühərrik nə gedir bunlarda? 2-2 sidə gedir. Yox, 2-2 sidə bildiyim 651 mühərrikdir. Qardaş deyir ki, Vitolardan çox fərqlənir. Dözümlüyünə görə, funksiyalarına görə. İnteryerinə baxırsınız. Lipstoplara baxın. Hamısı işləyir. Qardaş deyir ki, avtomobildə işləməyən hər hansı bir funksiya yoxdur. 360 Oturacaqların 360 dərəcə kamerası, xətt tanıması və s. avtomobildə hər şey var. Yəni dolu avtomobildir. Qardaş, start qiyməti nə idi? Start qiyməti nə idi? 60 min manat. 60 min manat start qiymətidir. Real alıcı olsa, qardaş deyir ki, danışmaq olar avtomobilin yanında. Viona, Mercedes. Ford Transit Custom. Neçənci ildir? 2013-cü ildir, 2-2 dizeldir. Sonra davam edək. Avtomobil nə qədər gedir? 333 min yürüyüşü var. Dizel mühərrik işləməklə özünüz görürsünüz. İndi qardaş interyerini bizə təqdim edəcək. Salonun səliqəli və krem rəngində bir salonu var. Deməli 3 oturacaq burada, 3 arxada, hətta lap arxada da oturacaqları var. İndi qabaq tərəfdən də, ön tərəfdən də interyerini göstərəcəm sizə. Bu da ön interyeridir. Avtomobil səliqəli maşındır. Bir alacaq almaq istəyən indi zövqünə görə avtomobili dayayıb döşəyə bilər. Qardaş biraz işıqlar və s. çəkib avtomobilə. 27.500 manata deyir. Nə qədər gedib avtomobil? 333 min yürüyüşü var. Bəli, Custom. Ford Transit Custom. Görünüşünü görürsünüz. Aşağı yuxarı Mercedes Vitolar kimi eyni gövdədədir, eyni viddədir, fasondadır. Sərnişin daşımada və şirkətlərin yük daşımanda istifadə olunur. Amma qardaş deyir ki, bu avtomobil, bu Ford Transit Custom gövdə və için salon baxımından, genişlik baxımından Vitolardan bir genişdir. Belə. 2012-ci ildir. 2 motor, 3 motor dizeldir. 3 motor dizel, avtomat sürətlər qutusu ilə təchiz olunub avtomobil. 3 motor dizel. Baxaq görək bunun interyeri necədir? İnteryeri görürsünüz. Çox qəşəng interyeri var. Dəryadır bu avtomobilin içinə bax. Enliliyi, monitorun genişliyi və s. Avtomobil çox qəşəng interyerə sahibdir. Buna bəzi funksiyalar yoxdur ki, dartan kimi özü açılsın. Özün açmalısan qapını. Özü də belə bağlanır. Xarç qəşəng görünüşdədir. Göstərəcəm indi sizə gövdəsini bir çox rakurslardan.
Arxa tərəfdən təqdim edirəm avtomobili. Ən son fikriniz 30 minə verərsiniz. Nə qədər gedib avtomobil? 400 min yürüyüşü var, real yürüyüşü var. Qardaş deyir ki, 30 min manata verərəm. Belə. Bəli, dəyərli izləyicilər, davam edirik. Qarşımızda yenə Mercedes Vito var. Bu avtomobil isə sərnişin daşıma üçün nəzərdə tutulmayıb, yük daşıma üçün nəzərdə tutulub. Bunu elə görürsünüz. Yük yerini təqdim edəcəm sizə. Baxın. Kiçik şirkətlər, ümumiyyətlə şirkətlər arası yük daşımalar, söhbət belə deyək də kiçik yüklərdən gedir. Daha çox ərzaq məhsullarının daşınması və s. və xırdapara yüklərinin daşınması üçün nəzərdə tutulan avtomobildir. Həm sərnişin üçün nəzərdə tutulan, həm də yük üçün nəzərdə tutulan sizə təqdim edirəm. Bu avtomobilin, qardaş, bunun qiyməti nədir? Bunun versiyonu 20 min. 20 min manata da bunu deyir, qardaş. İli nədir bunun? 2008-ci ildir. Kondisioneri də var. 646 Avtomatdır yoxsa mexanikadır? 640 motor. 646 mühərrik və neçə mühərrikdir belə deyək? 2 dizel, yox, 2 dizel 111. 2 dizel 111, 20 min manata qardaş deyir ki, verərəm. Nə qədər gedib bilmirəm. Yürüyüşü nə qədərdir təxminən? Yürüyüşünü göstərəcəm. Baxaq görək. Yürüyüşü nə qədər gedib? 300 deməli 36 min kilometr yürüyüşü var. 336. Gördüm, 336 min yürüyüşü var. Qardaş deyir ki, 20 min manata verərəm yük daşıma üçün. İstəyirsən, al apar bunu sərnişin daşıma üçün elə də, yəni yığmaq olur. Belə. Davam edirik Mercedes Vito'ları sizə təqdim eləməyə. Baxın. Yəni, bura Vito kanalı da deyək. Hər tərəfdə bir dənə Vito saxlayıb. Daha bir tünd göy rəngdə olan Mercedes Vito var qarşımızda. Bunun ili nədir, bilmirsiniz? 2008 nəyə mühərrikdir? Mühərrik neçədir? 646, 2 dizel mexanika. Yox, avtomata oxşuyur, yoxsa mexanikadır bu? Avtomat da, avtomat. Yürüyüşü deməli göstəririk buradan dəyərli izləyicilər. 238 min yürüyüşü var. Ən son fikriniz bu avtomobilə nədir, qardaş? Start qiyməti nədir? Qiyməti 24.500 start qiyməti. Real alıcı olsa, qardaş razılaşacaq. Yəni 24.500-ə verəsi deyil. Yəni real alıcı olsa, orada endirim eləyəcək. Bu təbiidir. Avtomobilin salonunu sizə göstərirəm. Yük üçün nəzərdə tutulub bu da. Yük üçün nəzərdə tutulub. Amma əslində hazırdır. İstəyirsən oturacaqları qoy, olsun sərnişin üçün. İnteryerini görürsünüz. Görürsünüz, fikir versinizsə, pəncərələri var. Bu isə o deməkdir ki, bu avtomobilin sadəcə olaraq oturacaqlarını çıxarıblar. Yəni, istəyirsən oturacaq qoy. Yəni, sidinyalarla təkciz elə avtomobil olsun. Yük yox, sərnişin daşıma üçün. Yəni, hazır avtomobildir, belə deyək. Qiymətini də dedik sizə. Vito. Baxırlar, maraqlanırlar. Vito bazarında alıcılıq o deyil. Yəni, çox az adam gəlir bazara. Bu da anlaşılandır, çünki bu avtomobillər gündəlik sürülməsi üçün nəzərdə tutulmayıb. Kimin bu avtomobilə ehtiyacı varsa, o gəlir bazara, axtarır bu maşından. Kimi sərnişin daşımaq üçün, işləmək üçün gəlir alır. Kimi yük daşımaq üçün gəlib alır. Ona görə də alıcısı o qədər də çox deyil. Qardaşlar da dayanıb müştəri gözləyirlər. Ümidvardılar ki, bəlkə bir dənəsini satalar. Görürsünüz vəziyyəti. Çox sönükdür Vito bazarı. Heç kim yoxdur. Hətta sahiblər də qoyub bura gediblər çayxanaya və s. Göstərirəm sizə Vitoların ümumi qiymətini və bazarını təqdim elədim sizə. Bəli, dəyərli izləyicilər, Mercedes Vito'lardır, Ford Transitlərdir və s. bu gövdədən olan avtomobilləri sizə təqdim eləməyə çalışdım. Həm sərnişin daşıma üçün, həm də yük daşıma üçün nəzərdə tutulan bu avtomobillərin qiymətləri ilə də tanış elədim sizi, yazırdınız, maraqlanırdınız.
bazarı çox zəifdir. Alıcılıq bu bazarda, söhbət Vitoların bazarından gedir ki, çox zəifdir. Demək olar ki, yoxdur. Amma qiymətlər də ki, indi aşağı-yuxarı avtomobilin vəziyyətinə görə, ilinə görə, komplektasiyasına görə bir-birindən fərqlənir ki, o fərqi də sizə göstərdim. Hələlik özünüzə yaxşı baxın, Avtosazı izləmədə qalın.